təqdim etdiyimiz iki gözəl həyət evi, yan evi də göstər. Xəzər rayonu Binə Atçılıq qəsəbəsində yerləşir. Binə körpüsünə tam yaxın məsafədə, ümumiyyətlə magistral yola tam yaxın məsafədədir. Hal-hazırda təqdim edəcəyimiz evin qiyməti 225 min manatdır. 3 sot yarımın içində paket kupça, evin də, torpağın da çıxarışı. Həyətində bisetkası var, sən bisetkadan çəkin. Düş aşağı, sən qapı tərəfə geç, ətraflı göstər. Bisetkanın altı qaraj var. Həyətə 3 dənə maşın çox rahat şəkildə girə bilir. Geniş maşın üçün jalüz qapı ayrıca, giriş qapısı ayrıdır. Sənədi paket kupçadır. Evin də torpağında çıxarışı, hazır ipotekası olan müştərilərimiz üçün çox əlverişli variantdır. 175 kvadrat, 2 mərtəbə arası monolit beton, paket kupça həyət evi, 6 otaqlı həyət evi 225 min manata satışa çıxır. Yandan məsafəsini gördün. Evin ətrafına rahat şəkildə keçmək olur. Bu evin girəcək hissəsidir. İstilik sistemi kollektordur. Ümumiyyətlə bütün kommunal sistemləri qoyulub. Qonaq otağının şəbəkə pəncərəsi var. Bu mənzərəyə baxanda buranın yayda, qışıda gör nə gözəl mənzərəli olacaq. Təsəvvürlü yerə qar oturub, əlində isti kofendə mənzərəyə baxırsan. Arzular, xəyallar. Burada kiçik yataq otağıdır. Dediyim ki, bütün kommunal sistemləri çəkilib, hamısının sayğacı qoyulub, istilik sistemi, kombidi, kollektor sistemi ilə çəkilib. Evin sol hissəsində də girib, ətraflı ona kimi isə baxmışam. Mətbəxi. Birinci mərtəbədə sanitar qovşağı, sanuzelə ayrı-ayrıdır. Asma tavan istipoldur, mərmər qranitdir. Burada sanuzelidir. Eyni qaydada asma tavan istipol, kabin üçün yerdə nəzərdə tutulur. Qoy qapını örtün, qalxaq yuxarı. Burada yenə bir yataq otağıdır. Digər evin qiyməti 215 min manat. Videoda gördüyünüz evin qiyməti 225 min manat. Hər ikisində videosu səhifəmizdə olacaq. Burada ikinci mərtəbənin plaşatkası geniş. Balkonuna çıxışdır. Göstər bir dənə. Binənin həqiqətən gözəl yerindədir. Magistral yola çox yaxın məsafədədir. Bir-birinə qonşu, yaxın olmaq istəyən iki müştəri eyni vaxtda alsa, inanın mənə, heç kimi olmayan endirimsiz olacaq mütləq şəkildə. Solda bir yataq otağıdır. Sağda yenə geniş yataq otağı. Qardirob otağı. İstəyirsiniz ayaqqabı qardirobu, istəyirsiniz paltar. İkinci mərtəbənin sanitar qovşağı, sanuzeli ikisi bir yerdədir. Yenə istipoldur, asma tavandır, kabin üçün yer nəzərdə tutulub. Və bu da növbəti yataq otağı. Qiymət, əzizlərim, 225 min manatdır. Real müştəriyə təbii ki, ev yəsi tərəfindən indirim olacaq. Ən əsası hər iki ev, ümumiyyətlə məhəllə mərkəzi kanalizasiyadır. Belə əzizlərim, videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.